Dördüncü baş tutan Şuşa Qlobal Media Forumda önəmli məsələlər danışıldı. Cənab Prezident məhz soyuq şimaldan, isti Afrikaya, eyni zamanda yaxın şərqdən, uzaq şərqə, eyni zamanda Amerikalı dostlarımızla bağlı fikirlərini bildirdi və bütün bunları şərhini məhz studiyamızda aparacağıq. Mövzu ilə bağlı qonaqlarımız var. Xoş gördük, hörmətli tamaşaçılar. Qonaqlarımızı təqdim edək və mövzumuzun müzakirəsinə başlayaq. Mövzu ilə bağlı qonaqlarımız Ali Məclisin deputatı Mövlan Məmmədov, eyni zamanda Naxçıvan Televiziyasının departament rəhbərləri İlkin Rızayev və Röyal Məmmiyevdir. Xoş gördük hər birinizi studiyamızda. Xoş gördük. Bəli, önəmli mövzu müzakirə olunurdu. Cənab Prezident 2 saatdan artıq bir müddətdə, hətta 3 saata yaxın bir müddətdə İlkin müəllim yerli və beynəlxalq jurnalistlərin suallarını cavablandırdı. Artıq bu ənənə halını alıbdır. Məhz Şuşa Qlobal Media Forumunda artıq Azərbaycanın prioritetlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istərdim. Elə ilkin fikirlərinizi bildirəsiniz. Məhz Şuşa Qlobal Media Forumunun mahiyyəti barədə danışaq. Əvvəlcə bütün tamaşaçılarımızı salamlayıram. Şuşa Qlobal Media Forumu əslində bir zəncirin hər il əlavə olunan halqalarından ibarət məntiqi ardıcılığı olan bir forumdur. Bilirsiniz, 2022-ci ildə Beynəlxalq Media Forumu keçirildi Azərbaycanda və mövzusu mediada qlobal trendlər, müasir çağırışlarla bağlı idi. Bu məntiqi ardıcılığı əslində bu forumların mövzularında da müşahidə eləmək olar. Çünki artıq Azərbaycan post-müharibə dönəmində idi. Biz müharibə dönəmində 2020-ci il Vətən müharibəsində artıq bir dönəmi keçmişdi. Artıq bundan sonra yeni bir reallıqlar formalaşmışdı və Azərbaycan mediası ümumiyyətlə media bu prosesə adaptasiya olmalı idi. 2023-cü ildə isə artıq Şuşa Qlobal Media Forumunun yeni bir tezisi, istiqaməti ortalığa çıxdı. Bu da 4-cü sənaye inqilabında bəs medianın yeni proseslərə adaptasiyası ilə bağlı idi. Maraqlı məqam oradaydı ki, 2023-2024-cü illər arasında bizim həyatımızda nə dəyişdi? 2023-cü ildə Azərbaycan öz suverenliyini bərpa elədi sentyabr ayında və artıq bu dəyişiklik əslində mediada da olmalı idi. Və bugünkü 4-cü Qlobal Media Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu fikrə bir yanaşma münasibət bildirdi. Bu mənada ki, biz müharibə dövründə media ilə işimizlə, müharibədən sonraki media ilə işimiz arasında kifayət qədər fərqlilər vardı. Nə idi fərqlilik? Artıq cəmiyyəti yeni reallığa alışdırmaq, qarşı tərəfin cəmiyyətin bu reallığa alışdırmaq, beynəlxalq təşkilatları, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın yaratdığı yeni reallığa uyğunlaşdırmaq, alışdırmaq və bu reallıqla barışdırmaq idi. Və mən deyərdim ki, beynəlxalq təzyiqlərə qarşı hazırlamaq. Bəli, bəli. Və bu baxımdan da 2024-cü ilin Şuşa Qlobal Media Forumunun mövzusu da təsadüfi seçilməmişdi. Bu da yalan məlumatların ifşası və dezinformasiya ilə mübarizə. Bu təbii ki, bu həmin təzyiqlərin, sizin qeyd elədiyiniz təzyiqlərə qarşı medianın rolunu ön plana çıxarmaq mahiyyət daşıyırdı. 2025-ci ildə artıq bir neçə il ərzində həyatımıza, artıq həyatımızda bir reallığa çevrilən süni intellektin artıq mediadakı funksionallığının artması ilə bağlı idi. Yeni mövzular, yeni rəqəmsal keçidlər və yeni çağırışlarla bağlı idi. Biz qəbul eləməliyik ki, bugün mediada da artıq süni intellektin imkanlarından kifayət qədər istifadə olunur. İstər Naxçıvan Televiziyasında da biz bunun şahidi olmuşuq və digər televiziyalarda. Və nəhayət 2026-cı ildə bugün artıq açılışı olan və Cənab Prezidentin də iştirak elədiyi 4-cü Qlobal Media Forum. Biz bayaqçı sualı bir daha təkrarlaya bilərəm ki, bu bir il ərzində nə dəyişildi həyatımızda? Təbii ki, keçən ilin avqust ayının 8-də Vaşinqtonda sülh müqaviləsinin ilkin şərtləri və paraflanmanın həyata keçirilməsi, ilkin razılaşmanın, sülhün artıq belə deyək ki, alt platformasının hazır olması və bir il ərzində biz sülhün nə demək olduğunu başa düşməyimizlə əlaqədar idi. Bu baxımdan da 2026-cı ildə məhz bugün keçirilən Şuşa Qlobal Media Forumunun mövzusu məhz sülh. Cəmiyyəti sülhə alışdırmaq, cəmiyyəti artıq sülhün gedişinə uyğunlaşdırmaqdır. Biz artıq bu bir il ərzində vətəndaş cəmiyyət nümayəndələrinin iştirakı ilə qarşılıqlı səfərlərin şahidi olmuşuq. Üçüncü tərəfin iştirakı olmadan Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin bir-birinə görüşlərinin şahidi olmuşuq. Bu baxımından artıq medianın da bu prosesə adaptasiyası mütləq idi və təsadüfi deyildi ki, bu dəfəki də məhz həmin mövzu, sülh mövzusu seçilmişdi.
Önəmli başlıqları biz birazdan müzakirə eləyəcəyik İlkin müəllim, amma qeyd elədiklərinizdən belə bir çıxarış eləyirəm mən, hansı ki, əvvəlki illərdə məhz Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması funksiyasını icra eləyirdi. Məhz Şuşa Qlobal Media Forumu. Artıq mən düşünürəm ki, beynəlxalq siyasətə qismən yön verir və beynəlxalq siyasətin tezislərini artıq gündəmə gətirə bilir. Təsadüfi deyil, çünki biz belə bu aspektdən qiymətləndirə bilərik. Bugünkü media forumda 54 ölkədən 160 media nümayəndəsinin iştirakı, informasiya agentliklərinin iştirakı və Azərbaycanı bir orta güc kimi qəbul etmələri və bu prosesdə media üzərindən də müəyyən istiqamətlərin formalaşması təbii ki, bu prosesi öz axarında davam elətdirmişdir. Aydındır. Mövla müəllim, biz qeyd elədik, hansı ki, cənab prezident şimal qonşumuzdan cənub qonşumuza, qərblə münasibətlərimizdən uzaq şərqə, yaxın şərqə, bütün istiqamətlərə toxundu. Həm media üçün, həm ictimaiyyət üçün önəmli tezislər verdi. Mən istərdim elə həmin başlıqlara bir qısa toxunaq. Əsas diqqət çəkən məqamlar nədən ibarət idi? Təbii ki, çıxışın bütün 2 saatdan çox, yəni 2 saat 40 dəqiqəyə yaxın bir müddətdən söhbət gedir. Burada hər detal önəmli idi. Amma istərdim başlığa çıxan əsas mövzuları qeyd edək. Çox sağ olun Necat müəllim. İlk öncə qeyd edeyim ki, Şuşada belə bir mötəbər forumun keçirilməsi ölkəmiz üçün çox önəmli bir hadisədir. Yəni bu Azərbaycanın həyata keçirdiyi yumuşaq güc siyasətinin ən mühüm, ən bariz nümunələrindən biridir. Və düzgün qeyd elədiniz, cənab prezident İlham Əliyevin forumda yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən regionumuzda baş verən siyasi proseslərə, eyni zamanda qlobal miqyasda baş verən siyasi proseslərə öz münasibətini bildirdi. Yəni bildiyimiz kimi artıq neçə illərdir ki, yəni 2022-ci ildən bu forumlar qeyd olunur və artıq əlinə halını alıb ki, cənab prezident yerli media və xarici media nümayəndələrinin suallarını açıq şəkildə cavablandırır. Təbii ki, bu müzakirələr zamanı cənab prezident yaxın şərqdə gedən proseslərdən, eyni zamanda şərqdə, şimalımızda gedən proseslərdən bildiyimiz kimi şimalda da müharibə vəziyyəti hökm sürür, eyni zamanda cənub qonşuluğumuzda da müharibə vəziyyəti mövcuddur və bu kimi məsələlərə xüsusən diqqət yetirilməsi, müharibə aparan tərəfləri sülhə çağırması, eyni zamanda Qərb ölkələri ilə münasibətlərimizi xüsusi olaraq bu forumda qeyd elədi. Bildiyimiz kimi Azərbaycanın Avropa ölkələri ilə həm enerji sahəsində, həm iqtisadiyyat sahəsində, siyasi sahədə geniş əlaqələri mövcuddur. Xüsusən də son dövrlərdə bu əlaqələr inkişaf edibdir. Bunu cənab prezident də qeyd elədi. Xüsusən də yaxın günlərdə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen'in Azərbaycana səfəri və bu səfər zamanı Azərbaycanla aparılan müxtəlif sahələr üzrə danışıqlar təbii ki, Azərbaycanla Avropa münasibətlərinin əməkdaşlığın genişləndirilməsindən xəbər verir. Eyni zamanda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı münasibətlər, xüsusilə də son dövrlərdə bu münasibətlər yüksələn xətlə inkişaf edir. Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın ikinci dəfə prezident seçilməsindən sonra bu münasibətlər daha da inkişaf eləmişdir, genişlənmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Vensin də Azərbaycana səfəri zamanı imzalanmış strateji tərəfdaşlıq xartiyasının da belə deyim, imzalanması, yəni hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən hadisələrdən olmuşdur. Yəni cənab prezident də bu məsələlərə toxunmuşdur. Şərq ölkələri ilə münasibətlərimizə, eyni zamanda Azərbaycanın mühüm coğrafi və strateji mövqeyə malik bir ölkə olması, şərqlə qərb arasında və eyni zamanda şimal-la cənub arasında mühüm tranzit qovşağa malik bir ölkə olması təbii ki, Azərbaycan üçün, eyni zamanda regionumuz üçün çox mühüm əlamətdar hadisədir. Çünki əgər sülh Ermənistanla normallaşma prosesində sülh müqaviləsi imzalanması tam yekunlaşarsa, təbii ki, və Zəngəzur dəhlizi açılarsa, bu
Azərbaycanın qərb və şərq arasında mühüm belə deyim tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. İstər tranzit kimi, yəni yüklərin göndərilməsi baxımından, istər enerji belə deyim kabellərinin, neft boru kəmərlərinin çəkilməsi baxımından mühüm strateji əhəmiyyətə malik olacaqdır və xüsusən də bu bizim Azərbaycan əsassəsi ilə Naxçıvan Muxtar Respublikasının belə deyim əlaqəsinin yaranmasına, yəni bağlantının yaranmasına çox önəmli töhfə verəcək və Naxçıvan Muxtar Respublikasını da mühüm iqtisadi və lojistika mərkəzinə çevirəcəkdir. Və eyni zamanda forumda cənab prezident Türkiyə ilə münasibətlərimizə toxundu. Bildiyimiz kimi Azərbaycanla Türkiyə arasında çox mühüm əlaqələr mövcuddur. Yəni həm tarixi əlaqələr mövcuddur, tarixi baxımdan əlaqələr mövcuddur, həm iqtisadiyyat, enerji sahəsində, təhsil və digər sahələrdə, yəni bir çox sahələrdə çox mühüm münasibətlər vardır Türkiyə ilə və təbii ki, Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyənin strateji müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Yəni cənab prezidentin də bu məsələlərə toxunması həm qeyd etdiyimiz kimi şimal və cənub mövzularında, həm şərq və qərb ölkələri ilə münasibətlərimizdə, xüsusən də biz cənab prezidentin Çinlə əlaqələrimizdən də geniş belə deyim söz açdı. Eyni zamanda Mərkəzi Asiya ölkələri ilə belə Pakistanla münasibətlərimizdən və eyni zamanda Çinlə münasibətlərindən söz açarkən, hətta Çindən müxtəlif təyinatlı hərbi belə deyim avadanlıq texnikalarının alınması, silahların alınması əməkdaşlıq mövzularının genişləndirilməsi baxımından da yəni çox mühüm mövzulara toxundu. Aydındır. Siz orta dəhliz məsələsini qeyd elədiniz. Hansı ki, bugün Azərbaycan məhz orta dəhliz üzərindən önəmli bir logistik fəaliyyəti həyata keçirir. 50 milyon tondan artıq yük ötürmə qabiliyyətinə malikdir hal-hazırda və gələcəkdə Zəngəzur dəhlizinin bura qoşulması ilə bu dəhlizin məhz yük ötürmə qabiliyyəti daha da artacaqdır. Royal mənim, Zəngəzur dəhlizi deyilərkən xüsusilə bugün Amerika-Azərbaycan münasibətlərində önəmli detallar diqqət çəkir. Hansı ki, məhz Azərbaycan, Ermənistan arasında sülhün paraflanması məhz Vaşinqtonda həyata keçirildi və növbəti addımlar artıq sülhə doğru aparan yoldur. Və burada medianın əhəmiyyəti nədən ibarətdir? Böyük bir layihədən söhbət gedir. Hansı ki, mən iki ölkənin yeni bir həyat tərzindən söhbət gedir və eyni zamanda medianın burada atacağı addımdan söhbət gedir. İstərdim bu barədə danışaq. Təşəkkür edirəm. Mən də tamaşaçılarımızı salamlayıram. Zəngəzur dəhlizi çox vacib bir layihədir. Çünki bu Azərbaycanın Naxçıvan bölgəsi ilə birləşdirəcək. Cənab prezidentin bugün önə çıxan fikirlərindən biri idi bu və bu hər şeyi ifadə edir əslində. Mən belə hesab edirəm ki, Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvan arasında əlaqələrin bərpası, bölgədə kommunikasiyaların bərpasını bir-birini tamamlayan bir mexanizmdir. Və bunun sayəsində bölgədə mühüm bir logistik xəritə formalaşır. Bu Zəngəzur dəhlizi sadəcə belə deyək, iqtisadi layihə deyil. Bu həm də bölgədə etimadın formalaşması üçün çox mühüm bir siyasi mexanizm olacaq. Hətta bu prosesləri biz artıq görürük. Və bu baxımdan Zəngəzur dəhlizinin istər həm ölkəmiz, həm region, həm də belə deyərdim ki, beynəlxalq qlobal səviyyədə əhəmiyyəti çox böyükdür. Bu təkcə Azərbaycanla Türkiyə arasında əlaqə deyil. Bu həm də Asiya ilə Avropa arasında əlaqədir və bu baxımdan Zəngəzur dəhlizi çox mühüm əhəmiyyətə malikdir. Və Zəngəzur dəhlizi üzrə bugün proseslərə başlanılması, hətta cənab prezident də vurğuladı ki, artıq qarşı tərəfdə də praktik olaraq proseslərə başlanılır və bu çox sevindirici bir xəbərdir. Və bu, belə deyərdim ki, Azərbaycanın 2-ci Qarabağ müharibəsindəki qələbəsindən sonra ən mühüm nailiyyətlərindən biridir. Və bu Zəngəzur dəhlizi prosesinin formalaşmasını gətirən başlanğıc isə bayaq da qeyd olunduğu kimi Amerika Birləşmiş Ştatlarında sülhün
paraflanmasıdır və bu Amerika-Azərbaycan əlaqələrinin də yüksək səviyyədə olmasından xəbər verir. Cənab Prezidentimiz də bugün Şuşa Qlobal Media Forumunda Azərbaycan-Amerika Birləşmiş Ştatları əlaqələrinin hətta əla səviyyədə olduğunu vurğuladı və burada Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump faktorunu da xüsusilə vurğuladı və mən belə bir şey deyim. Orada cənab prezidentimiz də qeyd edir ki, Amerikanın təşəbbüsü ilə dünya üzrə bir çox münaqişələr, 8 münaqişə həll yolunu tapıbdır və onlardan biri də Azərbaycan-Ermənistan münaqişəsi idi. Amma onların içində biz nəzər yetirsək, ən qətiyyətlisi elə məhz Azərbaycanla Ermənistan arasında olan bu sülhə doğru addımın atılması oldu. Bu nəyə göstərir? Bu onu göstərir ki, Azərbaycan həm də bölgədə qalib gələn ölkə kimi öz qətiyyətini ortaya qoya bildi və bu qətiyyətin nəticəsində biz bunu digər münaqişələr, hətta mən belə deyərdim, Amerikanın özünün içərisində olduğu bir çox münaqişələr belə müəyyən addım atılsa da sonra orada yenidən münaqişələr təkrar olunmağa başladı. Amma bizdə bu Azərbaycanda, regionda bu belə deyil. Çünki Azərbaycan artıq həm də orta güc kimi, regionda lider kimi öz mövqeyini ortaya, öz qətiyyətini ortaya qoydu və bugün onun fonunda da Zəngəzur dəhlizi təbii ki reallaşmaq üzrədir və həm də Zəngəzur dəhlizi bayaq qeyd edildiyim kimi bölgədə mühüm istiqamətlər üzrə əlaqələrin güclənməsinə təmin eləyəcək. Burada qarşılıqlı etimadlar artacaq, logistika, ticarət, bir çox sahələrdə münasibətlər daha da genişlənəcək və bu davamlı şəkildə proses baş verərsə, bölgədə bərqərar olan sülh də uzun müddətli olacaq. Və biz media olaraq bütün bunları təbii ki ictimaiyyətə çatdırmaqda daha məsuliyyətli olmalıyıq. Mükəlləfik daha doğrusu. Mükəlləfik, bəli. Bu bizim üzərimizə bir mühüm vəzifə qoyur media olaraq və biz həm də onun göstərən kimi yox, həm də təşviqat kimi irəli sürməliyik. Onun bir fəal iştirakçısı olmalıyıq. Mən elə onu deyim ki, Şuşa Qlobal Media Forumu da məhz medianın bu proseslərdə aktiv iştirakına şərait yaradır. Qeyd olundu az öncə, reallıq ondan ibarətdir ki, ilk mən az öncə fikrini bildirdi. 160-dan çox jurnalist məhz Qarabağımızda oldu. Biz sizin düşüncənizcə, ilk mən çatdıra bilirikmi Qarabağda baş verənləri? Tikintini, quruculuğu, abadlığı, yəni müasir Azərbaycan reallığına, beynəlxalq auditoriya olduğu kimi çatdıra bilirikmi? Aparılan proseslərin həcmini görəndə, görülən işlərin həcmini görəndə məncə çatdırmaq o qədər də asan deyil. Amma bu cür tədbirlərin keçirilməsi, bu cür proseslərə beynəlxalq nümayəndələrin, media nümayəndələrinin cəlb olunması, infoturların təşkil olunması, Qlobal Media Forumu çərçivəsində yanaşmayaq buna. Bu il ərzində davamlı olaraq aparılan proses nəticəsində təbii ki, görülən işlərin bir təbliğatda həyata keçirilir, bu mümkündür. Ancaq biz özümüz də gedirik, iştirak edirik, görürük orada gedən prosesləri. Fikrimcə görülən proseslərin həcmi ilə müşahidədə media daha fəal iş görməlidir, daha səmərəli iş aparmalıdır və bu Qlobal Media Forumunda mahiyyətindən biri də məhz budur. Çünki cənab prezident də bugün vurğuladı ki, bizim gündəliyimizin əsas mahiyyəti Qarabağın bərpası, yenidən qurulması, orada köçkünlərin, məcbur köçkünlərin, keçmiş məcbur köçkünlərin öz ata-baba torpaqlarına qayıtmasıdır. Və çox böyük bir mega layihələr orada həyata keçirilir və mediada öz funksiyasını yerinə yetirərək bu prosesi lazımınca işıqlandırmalıdır. Siz qeyd elədiyiniz infoturlar keçirilir, məhz beynəlxalq media nümayəndələri də dəvət olunur Qarabağımıza. Sizcə hər şey olduğu kimi çatdırılırmı, yoxsa burada da köhnə narrativlərlə işləyən məhz media orqanları mövcuddur? İstənilən halda insan faktoru varsa, müəyyən qədər o cür detallara, siz qeyd elədiyiniz detallara uyğun platformalar ola bilər. Bu təbii haldır. Ancaq bugünkü cənab prezidentin fikirlərində də olur ki, biz insanlara ədalətli yanaşmağı tövsiyə edirik və qarşılığında da biz ədalət gözləyirik, düzdürmü? Bu baxımdan da gələn jurnalistlər, media nümayəndələri, bu prosesi işıqlandıranlardan da biz ədalət gözləyirik. Başqa hər hansı bir prosesə müdaxilə gözləmirik. Biz sadəcə olanın göstərilməyini gözləyirik və əminəm də ki, bu qədər böyük beynəlxalq bir tədbirdən, beynəlxalq bir qlobal bir tədbirdə hətta uzaq Argentinadan belə gəlib iştirak edirlər, Afrika ölkələrindən gəlib iştirak edirlər və maraqlısı oradır ki, onlar bizim bu
bölgədə apardığımız prosesləri görməklə yanaşı özlərinin problemlərini də bir platforma əldə edirlər ki, çıxarsınlar. Yəqin ki, verilişin proqramın gedişatında biz bu məsələlərə də toxunacağıq. Onlar da öz problemlərini bəs Qlobal Media Forumun vasitəsilə işıqlandırmağa, geniş auditoriyaya çatdırmağa çalışırlar. Bəs elə mən onun üçün fikrimizin əvvəlində birinci sualımızda qeyd elədim ki, Azərbaycan artıq beynəlxalq siyasətin tezislərini ötürə bilirmi ictimaiyyətə? Yəni, bu gün Azərbaycan həqiqətlərindən əlavə də biz beynəlxalq proseslərin, siyasətin tezislərini artıq beynəlxalq ictimaiyyətə çatdıra bilirik. Bu platforma artıq elə bir meydana çevrildi. Bilirsiniz, təsadüfi deyil. Bu son bir neçə ildə Azərbaycan həm qoşulmama hərəkatının sədrliyi və orada görülən proseslər, bu yaxınlarda da oldu. Bakı Təşəbbüs qrupunun QHT-lər səviyyəsində həyata keçirdiyi proseslər. Bunları analiz etdikdə və üst-üstə qoyduqda Azərbaycanın beynəlxalq münasibətlərə birbaşa təsiri və yeri gəlsə diktə formatında təsirini də biz görə bilirik. Təbii ki, ədalətin bərpası baxımından. Mən xatırlayıram, bugünkü qlobal forumdakı jurnalistlərdən biri məhz Fransanın dənizaşırı ərazilərdəki həyata keçirdiyi addımları, hərəkatların bağlı Azərbaycanın mövqeyi soruşuldu. Bu təsadüfi deyildi bu mövqeyin soruşulması. Çünki buna qədər Azərbaycan bu ərazilərdə ədalətin bərpası üçün kifayət qədər təbliğatı iş görmüş, mübarizə aparmışdı. Və o insanlar, o media nümayəndələr də bu məsələni bu platformada işıqlandırmaları və Azərbaycanın belə bir mühiti formalaşdırmağından irəli gəlirdi. Bu baxımdan da məhz media forumun əhəmiyyəti daha ön plana çıxır. Təbii ki, bugün 160 jurnalistin, yerli və beynəlxalq jurnalistin qarşısında bütün suallara ədalətli, formatına uyğun cavab verən cənab prezident vardı. Məhz qeyd olundu, hansı ki, Azərbaycanın təbii sərvətləri ilə bağlı, eyni zamanda nəqliyyat xəritəsi ilə bağlı, təbii sərvətlərin satışından da bağlı söhbət açıldı. Hansı ki, Azərbaycan bugün 16 ölkəyə artıq qaz ixrac edir və cənab prezident bildirdi ki, heç kim düşünə bilməzdi ki, Azərbaycan Suriyaya qaz ixrac edəcək, amma bugün bu ixrac həyata keçirilir Azərbaycan tərəfindən. Gəlin bir istiqamətə diqqət çəkək. Qarşılıqlı faydalı model çərçivəsində Avropa-Azərbaycan münasibətlərinə. Bugün biz bilirik, ötən müddətdə hansı ki, Avropa Komissiyasını idarə edənlər korrupsioner idarəçilərdən söhbət gedir. Dönəmində Azərbaycanla Avropa Komissiyası arasında kifayət qədər əlaqələr qopmuşdu, uçuruma gedirdi, cənab prezidentin təbiri ilə desək. Amma bugün artıq onların bərpası və yenidən qurulması işləri aparılır. İstərdim danışaq məhz Avropa-Azərbaycan münasibətlərindən, eyni zamanda Azərbaycanın enerji xəritəsindən. Bəli, düzgün vurğuladınız Nicat müəllim. Prezidentin də xüsusilə vurğuladığı kimi Azərbaycanla Avropa arasında əvvəlki dövrlərdə münasibətlər o qədər də ürək açan deyildi və son dövrlərdə artıq Avropa ilə Azərbaycan arasındakı münasibətlər belə deyim, yaxşılaşmağa doğru gedir. Qeyd etmək lazımdır ki, Avropa biraz öncə də qeyd edib bunu, Avropa Komissiyasının prezidentinin Azərbaycana səfəri, Azərbaycanla müxtəlif sahələrdə, xüsusən də enerji sahəsində danışıqların aparılması, təbii ki, Azərbaycan-Avropa münasibətlərində əlaqələrin yeni inkişaf mərhələsindən qədəm qoyduğunu göstərən əsas hadisələrdən biridir. Və xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan çox zəngin təbii ehtiyatlara malikdir. Bununla yanaşı neft və qaz ölkəsidir və eyni zamanda Azərbaycanda bərpa olunan enerji mənbələri üçün çox münbit potensial şərait var. Xüsusilə də qeyd etmək lazımdır ki, Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonası elan edilməsi və eyni zamanda Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan edilməsi, yəni bu baxımdan Azərbaycanın həm neft və qaz sektorunda, həm də ki, bərpa olunan enerjinin Avropaya ixracı baxımından çox mühüm əlamətlər, belə deyim, proseslərdir. Və xüsusən də son dövrlərdə regionumuzda baş verən siyasi proseslər, sülh, Ermənistandan normallaşma prosesinin, belə desəm, müsbət yöndə irəliləməsi, təbii ki, bu Avropanın da diqqətini cəlb edən əsas məsələlərdən biridir. Yəni, qeyd etdiyimiz kimi, Azərbaycan 16 ölkəyə qaz ixrac edir, hətta bunların içərisində Suriya da vardır və bu ixrac etdiyi ölkələrin yarısından çoxu Avropa ölkəsində yerləşir. Xüsusən də cənab prezidentin də vurğuladığı kimi
Avstriya və Almaniyaya da qaz ixrac olunur. Yəni biz bu məsələyə diqqət yetirəndə, yəni dünyada baş verən şimalımızda və eyni zamanda yaxın şərqdə baş verən qarşıdurmalar fonunda bu məsələyə diqqət yetirəndə təbii ki, Avropanın Azərbaycana belə deyim, marağı daha yaxşıdır, çünki daha üstündür. Ona görə ki, Azərbaycan qeyd etdiyimiz kimi həm zəngin enerji sərvətlərinə malikdir, həm zəngin yaşıl enerji potensialına malik ölkədir. Yəni bu baxımdan gələcəkdə təbii ki, Azərbaycandan Avropaya həm də ki, yaşıl enerji sahəsində, bərpa olunan enerji sahəsində enerjinin ixracı da nəzərdə tutulur ki, yəni təbii ki, bunun üçün də bir çox layihələr həyata keçirilibdir, önəmli layihələr həyata keçirilib. Bunları biz qeyd edə bilərik. Cənub qaz dəhlizi çərçivəsində Azərbaycanın Avropanın enerji təhlükəsində çox mühüm rol oynaması və eyni zamanda yaxın belə tərəfdaşımız olan, müttəfiqimiz olan Türkiyə Respublikasının enerji təhlükəsində mühüm rol oynaması təbii ki, mühüm hadisələrdir, mühüm proseslərdir. Çox maraqlı tərəfi odur ki, Azərbaycan bugün artıq alternativ deyil, əsas enerji mənbəyi rolunu oynayır və cənab prezidentin vurğuladığı bir məqam var idi, olduqca mürəkkəb bir məqamdır. Avropa bizdən qaz istəyir. Amma nəhayətində biz onlara qaz satmağımız üçün investisiya yatırılmır. Mövlud müəllim, istədim bu məsələyə biraz açıqlıq gətirək. Bərpa olunan enerji mənbələrinə üstünlük verməyə çalışırlar, amma bugün Azərbaycandan qaz alırlar. Niyə bəs həmin banklar Azərbaycandakı qaz mənbələrinə yatırım etmək istəmir, investisiya etmək istəmir? Təbii ki, biraz öncə də qeyd elədik. Əvvəlki dövrlərdə nəzər salınanda Azərbaycanla Avropa arasındakı münasibətlər yaxşı vəziyyətdə deyildi və son dövrlərdə bu münasibətlər irəli doğru getməyə başlayıb və təbii ki, Azərbaycan Avropaya qeyd etdiyimiz kimi, yəni dünya ölkələrinin ixrac etdiyi qazın yarısından çoxunu Avropaya ixrac eləyir. Yəni bu baxımdan məsələyə yanaşsaq, təbii ki, Avropanın da, Azərbaycanın da mühüm belə desəm, iqtisadi sahədə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunur. Yəni bu yaxın günlərdə də qeyd etdiyimiz kimi Avropa Komissiyasının prezidentinin Azərbaycana səfəri bu məsələlər barəsində geniş müzakirələr aparması, yəni ümid yaradır ki, gələcəkdə Avropa ilə Azərbaycan arasında investisiya sahəsində də əlaqələr inkişaf edəcəkdir. Bu istiqamətdə fikirləriniz var mı? Mən müdaxilə eləmək istəyirəm, üzr istəyirəm. Buyurun. Əslində Avropa tərəfdən ikili standartlar bu bir reallıqdır. Bu artıq Azərbaycan siyasətində də, xarici siyasətində də qəbul olunmuş bir faktordur. Ona uyğun addımlar atılır həmişə. Avropanın bu cür ikili standartları hava soyuyana qədər olur adətən. Bir qədər bədiləşdirilmiş formada desək. Ukrayna-Rusiya müharibəsi artıq bunun bir reallığı oldu. Kifayət qədər ciddi problemlər baş verdi. Avropada enerji bazarında ciddi problemlər baş verdi. Bu il ən az qaz rezerv olunubdur Avropada. Bəli. Və diqqət etsəz, bugün cənab prezident vurğuladı. Bugün Avropa bizim üçün qaz ixracında premium bazardır. Və bu premium bazarın qazanılmasının səbəb Avropanın əslində özüdür. Özü yaratdığı şərait və reallıqlardır. Təbii ki, Azərbaycan ətraf digər qonşu ölkələrə, bayaq qeyd edilir, Suriyada qaz ixrac edir. Ancaq Avropanın öncəliyi məhz premium bazarının olmasındadır. Və bu premiumda qeyd etdiyim kimi qazanılmasının səbəbi əslində Avropanın özüdür. Yaratdığı şəraitdən irəli gəlir. Qeyd elədiyiniz investisiya məsələləri və digər dəstəklərlə bağlı bu cür proseslər olacaqdır, bundan sonra da olacaqdır və Azərbaycan da buna hazırdır, bu proseslərə hazırdır. Sadəcə ikili standartları bəzən cəmiyyətimizdə adekvat münasibət bildirilmir, yaxud da yanaşma fərqli olur deyə insanlar fərqli başa düşə bilərlər. Ancaq Azərbaycan xarici siyasəti və oturuşmuş bir diplomatik yanaşması artıq bu cür münasibətləri adsorpsiya edə biləcək səviyyədədir. Ona görə də burada narahatçılığa əsas yoxdur. Aydındır. Buyurun, müdaxilə eləmək istəyirəm bu məsələlərə. Biz dedik ki, Avropa Azərbaycandan qaz ixal edir, lakin ona əsas investisiya yatırmaq istəmir. Bu məqamlara da toxundular. Burada bir məsələ də var. Cənab prezidentimiz də vurğuladığı kimi, bugün Azərbaycan Avropaya qaz ixracını 68% artırıbdır. Bunun müqabilində də adekvat cavab görmür. Mən buradan gəlmək istəyirəm bizim bugünkü Şuşa Qlobal Media Forumunun mövzusuna.
Və biz bayaq dedik ki, İlkin müəllimə də sual verildi ki, görülən prosesləri media tam olaraq çatdıra bilirmi? Mən onu qısaca belə ifadə etmək istəyirəm ki, görülənlə görünən bir-birinin balans təşkil edən. Elə bu eyni zamanda bu Azərbaycan-Avropa İttifaqı münasibətlərində də özünü göstərir. Mən burada qeyd etmək istəyirəm ki, burada medianın da xüsusi rolu var. Media burada görülənlə görünəni balans təşkil edəcək şəkildə göstərməlidir. Burada yəni informasiyalar düzgün olaraq çatdırılmalıdır. Mən belə düşünürəm ki, bu münasibətlərin bu cür mürəkkəb fonda yüksəlib yenməsində medianın da özünün rolu var və media burada məncə ədalətli və obyektiv münasibət göstərməlidir. Aydındır. Zamanında Azərbaycan liderinə, Azərbaycana mediadan hücum edənlər bugün artıq qapımızda dayanır, sıramızda dayanır və gözləyir ki, biz nə zaman onlara qaz atacağıq. Təbii ki, bunlar reallıqlardır. Bu, bugünün dünyanın reallığıdır. Təbii ki, ədalət həmişə, belə deyək, yerində olmur və həmişə də qələbə çalmır. Biz bunu görürük. Beynəlxalq ədalətdə əsasən güc faktoru üstünlük təşkil edir və nəticə etibarilə biz gələk söz azadlığı məsələsinə, hansı ki, süni intellektin bu qədər inkişaf etdiyi bir dönəmdə, dezinformasiyaların bu qədər sadə, primitiv yollarla yayıldığı bir dönəmdə Azərbaycan prezidenti məhz geniş bir forum təşkil edir, beynəlxalq media nümayəndələri orada iştirak edir və istənilən sualı azad şəkildə cavab verir. Azərbaycan bu yolla hansı başlıqları məhz beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır? Bilirsiniz, bugün süni intellektin inkişaf elədiyi bir dövrdə dünyamız həqiqətən də tamamilə yeni bir mərhələyə qədəm qoyubdur və texnologiyanın inkişafı, süni intellektin tətbiqi, rəqəmsal transformasiya, bu kimi amillər özlüyündə bir sıra üstünlük gətirir. Lakin bununla belə dezinformasiya, saxta görüntülərin yayılması, informasiya manipulyasiyası kimi ciddi riskləri də özlüyündə gətirir və bu risklərdən mən belə deyim ki, istifadə edənlər də çoxdur. Gəlin biz belə deyək, son 1-2 ilə nəzər salsaq, Azərbaycana qarşı nə qədər kiber insident baş verdi, kiber cinayətkarlıq baş verdi və bunun da çoxunun mənbəyində xarici unsurlar dayandı. Azərbaycan təhlükəsizlik xidməti orqanlarının xətti ilə nə qədər kiber cinayətkar qrup ifşa olundu. Bunların hamısı Azərbaycanın yürütdüyü siyasətə qarşı yürüdülən, belə deyək, informasiya manipulyasiyasıdır və cəmiyyəti də buna göstərmək istəyirlər. Lakin Azərbaycan bugün kiber təhlükəsizlik sahəsində mən belə deyərdim ki, çox mühüm addımlar atıb və bunun da nəticəsində bütün bu cür təhlükələrin qarşısını alır. Və belə bir şey deyim, Azərbaycan bu sahədə müəyyən təşəbbüslər də göstərir ki, mən belə hesab edirəm ki, bu cür təşəbbüslər əslində beynəlxalq hüquq normalarına əsaslanan ortaq təşəbbüslər olmalıdır. Ortaq etik təşəbbüslər və hüquqi təşəbbüslər irəli sürülməlidir ki, bu cür təhdidlərə qarşı birgə mübarizə aparılsın. Və Azərbaycanda artıq bu sahədə mühüm addımlar atılır. Biz bu yaxınlarda elə Azərbaycan Respublikası birinci vitse-prezidentin sədrliyi ilə keçirilən müşavirədə də rəqəmsal transformasiya, süni intellektin tətbiqi kimi mühüm məsələlər müzakirə olundu və yol xəritəsi çizildi. Və bugün cənab prezidentimiz də bugünkü geniş çıxışında bu məsələlərə də bir daha toxundu. Hətta tövsiyələr də verdi ki, bu baxımdan ortaq addımlar atılmalıdır. Və bu addımlar da necə olmalıdır? İnformasiya təhlükəsizliyi təmin olunmağından bərabər, həm də söz və fikir azadlığı da qorunmalıdır. Bu iki ünsur bir-birinə qarşı qoyulmamalıdır. Bu ikisinin vəhdətindən müəyyən informasiya təhlükəsizliyi formalaşmalıdır və burada o təhlükə risklərin qarşısı alınması üçün ortaq addımlar atılmalıdır. Və bu yaxınlarda həmkarım, əməkdar jurnalist Mişahin Ağayevin bir müsahibəsi qarşıma çıxdı. Hansı ki, orada bildirir ki, televiziyanı izləməyən insan gigiyenik qaydalara riayət eləmir. Dişini yumur, üzünü yumur. Əslində, bunu qaba şəkildə deməkdə çox yaxşı ifadələrdir. Yəni, hər kəs televiziyanı izləməlidir. Dezinformasiya məhz sosial şəbəkələrdə,
və belə deyək ki, hər kəs jurnalist ola bilməz fikri buradan ortaya çıxdı. Məsələ həmin müzakirə zamanı. Necət bəy, bugün əslində əlində telefonla, smartfonla hər kəs bir növ jurnalistdir. Hər kəs informasiya paylaşmağa çalışır. Hər kəs informasiyanı daha öncə paylaşmağa çalışır. Amma o informasiya nə dərəcədə səhihdir, nə dərəcədə obyektivdir, nə dərəcədə düzgündür, dolğundur. Bunlara diqqət etmək lazımdır. Bunların da əsasında sizin də qeyd elədiyiniz kimi, Mirşahin bəyin də qeyd elədiyi kimi, əsas onun qarşısını alacaq, təmizləyəcək ünsur bugün televiziyadır. Bugün sosial şəbəkələr nə qədər inkişaf eləsə də televiziya mədəniyyəti özünü qoruyub saxlamaqdadır. Aydındır. İlkin mən əlavə qeyd etmək istəyərdim. Bilirsiniz, məhz bu cür platformalar, qlobal media forumlar məhz bu məsələlərin daha da genişlənmədən birbaşa birinci istiqamətdən izahının verilməsinə şərait yaradır. Məhz 3 saata yaxın müddətdə cənab prezident bu qədər media nümayəndəsinin qarşısına çıxış edərək hər bir məsələyə faktlarla birbaşa fikir bildirməklə əslində Azərbaycan reallığın birbaşa birinci ağızdan onların diqqətinə çatdırdı. Və qeyd elədik burada 160-dan çox media nümayəndəsi iştirak edir və demək ki, bu 160-dan çox media nümayəndəsinin təmsil etdiyi qurumlarda artıq bu informasiyalar yayılacaq, bunlar da daha geniş auditoriyaya çatacaqdır. Media forumlarının, bu cür tədbirlərin də mahiyyəti əslində bir mənada bundan ibarətdir ki, cəmiyyətə real informasiyanı çatdırmaq. Mən verilişimizin əvvəlində qeyd elədiyim süni intellekt məsələsi, digər bundan əvvəlki media forumların mahiyyətin, o zəncirin davamı kimi, halqaların əlavə olunaraq davam etməsi kimi qiymətləndirərək vurğuladım. Məhz bunda mahiyyəti bundan ibarətdir. Azərbaycan reallığının birinci ağızdan çatdırılmağı, birinci ağızdan dinlənilməyi və birinci ağızdan dinlənən bu informasiyaların geniş auditoriyaya çatdırılması. Aydındır. Bu əslində, üzr istəyirəm, Azərbaycanın bir qədər fərqli səslənə bilər güc nümayişidir. Bəli. Nə mənada? Çünki həm beynəlxalq münasibətlər, həm xarici əlaqələr, həm iqtisadi prosesləri baxımından birbaşa faktlarla nümayişi deməkdir. Mən deyərdim ki, bir il ərzində baş verən proseslərin bir hesabatı idi və eyni zamanda gələcək üçün verilən konturlar idi və bu konturlardan artıq media üçün də istifadə edə bilər, ictimaiyyət də bu konturlardan istifadə edə bilər. Təşəkkür edirəm. Bu müddət ərzində bizlə oldunuz. Bizə verilən vaxt başa çatır. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Sonda, bəli, hörmətli tamaşaçılar, qeyd etmək lazımdır ki, bugün Azərbaycan prezidenti cənab İlham Əliyev məhz 160-dan çox media nümayəndəsinin qarşısında onların verdiyi sualları cavablandırdı və 160-dan çox media nümayəndəsi o deməkdir ki, 160-dan çox media bu informasiyalar çatır və həmin, belə deyək, izləyənlər tərəfindən cənab prezidentin fikirləri dinlənilir. Sağ olun, növbəti efir vaxtında görüşənədək.